Zəhərsiz düyünlü zobun əsas əlamətləri. Yoxdur əlamətlər. Heç bir əlaməti olmur. Bu proses gizli keçir. Heç bir insan onu hiss etmir. Və səbəbi də odur ki, sizin qalxan vari vəzidə düyünlərin yaranmağına baxmayaraq, sizin qalxan vari vəziniz bir orqan kimi normal fəaliyyətini göstərir. Yəni hormonal balans pozulmur deyə bu düyünlər yarananda insan onları hiss etmir. Və yalnız artıq böyüyəndən sonra və bu düyünlər boğaz quruluşunu dəyişəndən sonra, bu düyünlər kənardan görünəndən sonra siz artıq bilirsiniz ki, sizin düyününüz yaranıb. Qalxan vari vəzidə düyünlər. Və burada çıxış yolu nədir? Öncədən bilmək ki, sizin qalxan vari vəzidə düyünlər varmı, yoxsa yoxdur, UZI müayinəsindən keçməkdir. Bugünkü günə yalnız UZI müayinəsi nəticəsində siz bilə bilərsiniz ki, sizin qalxan vari vəzidə düyünlər yaranıb, yoxsa yox.